Bu evli qadın evdəki xidmətçinin diqqətini çəkmək üçün qapını açıb qoyub otaqda bəzi əhəm-mühüm hərəkətlər edir. Sonra çölə çıxıb xidmətçidən otaqda onu görüb görmədiyini soruşur. Xidmətçinin görüb görmədiyini gəlməmişdən qabaq Lavezi bu qadının qarın ağrısı nədir onu öyrənək. Deməli bir müddət qabaq Sofiya əri ilə bir yerdə ortalama maaşda özlərini dolandırırdılar. Daha doğrusu Sofiyanın ərinin atası imkanlı kişi idi. Oğlanı üstdən 5-dən verirdi. Bunlar da bütün günü iş sak görməyib xurma yedizdirirdilər. Bir gün James'a zəng gəlir ki, bəstədən ölüb. Bu hadisədən sonra cütlüyün bütün həyatı dəyişir. James həm ailə şirkətinin başına keçir, həm də Sophie ilə bir yerdə atasının malikanəsinə köçürlər. Bu evi köçəndən sonra Sophie'nin qarnı ağrımağa başlayır. Qadın əvvəlcə evdəki xidmətçiləri qovur. James ona deyir ki, mən rahat həyat yaşayıram, onlar isə mənə görə əziyyət çəkirlər. Yazılım gəldi, qovdum onları. Sophie xidmətçiləri qovur, özü də evdə əlini ağdan qaraya vurmur. Malikanələrlə xurmayı dizdirir. İndi də evdə tək qalıb darıxdığımdan dəqiqə baş ərinə zəng edib adamı da iş görməyə qoymur. Meyve yiyorum. Meyve olarak da 2 tane meyve yiyorum. Mesela evde 2 tane meyve var. İkisinden yemek istiyorum. İkisini de yiyorum yani. James görür ki, belə olmalı, tox götürür, Sophie bir iş görmür, burada icazə vermir işləməyə. Belə qərara gəlir ki, evə yeni bir xidmətçi alsın. Rus arvadının alın təri tökən insanları görüb ürək ağrımasın deyə tərləməyən bir robot xidmətçi tapır evə. Amma bilmirdi ki, robot tərləməsə də Sophie tərin suyun içində qalacaq. Nəysə bunlar robot xidmətçi satan bir şirkətə müraciət edir. Təbii ki, bu zırrama arvad yenə problem çıxardır və James'a deyir ki, robot qız olmasın, mən qız qalıram. James arvadının qarnı ağrısının tetrasplinlə sağlayacağını ümid edərək deyir ki, bu dəfə də sən deyən olsun. Və Henry adına oğlan robotu götürürlər. Bu robotların əsas xüsusiyyəti siz adıcınızı açmamış sizi necə məmnun edəcəklərini bilib ona görə hərəkət eləməkləridir. Elə ona görə də Henry evə girən kimi Sophie'nin nəyin məmnun edəcəyini başa düşür və qızı yavaş-yavaş pişirməyə başlayır. Sophie Henry'ni bir robot kimi yox, insan kimi görür. Hətta Henry'yə oxumaq üçün kitablar verir ki, oxu sonra müzakirə edir. Henry də Sophie üçün insan kimi davranır və oxuduğu kitabları elə analiz edir ki, Sophie robota qarşı bir heyranlıq duyur. Belə bir kitab müzakirəsi əsnasında söhbət şəhvətdən düşür. Sophie başı batmış ərinin yanında Henry'dən soruşur ki, bəs sən şəhvət hiss edə bilərsənmi? Henry də qayıdır ki, niyə hiss eləmirəm, mən adam deyiləm. Əri də elə mühim adamdır ki, deyir, yo, sən də elə şey hiss eləmə. Hiss eləmə nədir ki? Bir də baxırıq ki, Henry James'in arvadını masaj eləyir. Masajdan sonra da mərciməyi fırına verirlər. Hələ bu moment Sophie uyanır ki, yoxu görülmüş. Yanında Henry yox, əri də deyir ki, ay sənəm solda. Qadın bundan sonra Henry ilə mərciməyin fırına versinlər deyə əlindən gələni edir. Oğlan ərindən daha çox vaxt keçirdir. Bu da ərinin gözündə yayınmır və Sophie ilə James'in münasibəti pozulur. James Henry'ni evdən göndərmək istəyir, Sophie razı olmur. Mərciməyin fırına qoymamış hara buraxır Henry-də. Axırda bu ikisi dalaşır, Sophie deyir, mən gedirəm, amma tələzəm bir işi günə. İndi arvad getdi, James'la Henry qalıblar evdə tək. Bundan sonra elə bir şey yaşanır ki, kinonun bu yerində məni infarkt vurdu. Biz Sophie ilə Henry'nin mərciməyin fırına verəcəklərini gözləyirdik. Amma bir də baxırıq ki, Henry James'la bir yerdə lülələri verirlər fırına. Lülə kababdan sonra James durur, heç olmamış kimi çıxıb gedir işinə. Bir müddət sonra Sophie qayıdır evə. Görür James evdə yoxdur, gedir uzanır masaya. Narahat olmayın, bu dəfəki ucu yuxu deyil. Bu gün arvadla, dünən əri ilə belə başa düşürük ki, Henry yaxşı yeyib-içən oğlandı. O robot yemək düzəltməyə yox, yeyib-içməyə gəlibmiş. Nəysə bu əsnada Henry qayıdıb Sophie'yə deyir ki, səni sevirəm. Henry'nin onu marçamur çökməyini normal qəbul edən Sophie, sevirəm sözünü eşidib dəli olur ki, sən robotsan necə sevə bilərsən. Deməli bundan sonra Sophie bugünkü söz söhbəti James'ə danışır. James əsəbləşir, gedir Henry ilə dalaşır, onunla söz söhbət yaradır. Henry də əsəbləşir, gəlir dünənki söz söhbəti Sophie'yə danışır. Asılı bu qədər söz söhbətdən sonra mən gözləyirdim ki, bunlar axşam üçü bir yerdə ciyər axşamı eləyəcəklər, amma ayrı oldu. James zəng edir Henry'nin şirkətinin bossuna ki, robot ailəmizi dağıtdı, götür bunu buradan. Boss robotla məşğul olarkən bunlar biraz ağlaşma lat qururlar, sonra qayıdırlar evə görürlər ki, Henry lütlənin palın ortasında dayanıb. Qorxub qaçırlar, gedirlər robot düzəldən şirkətə və burada məni ikinci infarkt vurur. Sən demə robot bilib yeyib içdikləri Henry robot deyilmiş, adam imiş. Henry'nin adam olduğundan özünün də xəbəri yoxdur. Elə bir ki, robotdur. Deməli bu şirkətin bossu uşaq vaxtından 3-5 dənə insan götürüb yanına, onları robot olduğuna inandırıb, xüsusi müştəriləri robot adı ilə soxuşdururmuş. Müştərilər bilsə ki, bu robot deyil, insan da bəlkə daha çox pul verər.
görərdilər. Nəysə bunlar təzədən gedirlər lütlənmiş Henrinin yanına, gəlib bossla qarşılaşırlar. Bossla biraz müzakirələr, silahsız, ən sonunda Henry oplanıb çıxır, bossu öldürür, sonra özünü də öldürür. Və bir neçə il keçir, görürük ki, bunlar da ayrılmayıblar, hərə uşaqlar zadə olub. Və zaman vaxtı yeyib içdikləri Henrinin şərəfinə uşaqların adını Henry qoyurlar. Bu arada Henry Sophie-ni otaqda görmüşdü.